Salam, mən STEAM Əl Akademiyanın Rus dili müəllimi Əsgərzadə Samvel. Bugün mən sizə 21 dekabr ümumi sınaq imtahanı cavablarını tanış edəcəyim. İlk öncə gəlin dinləməyə qulaq asın, amma dinləməni dinləmədən öncə mütləq və mütləq birindən 5-ə qədər suallarla tanış olmaq lazımdır. Əks halda çox çətinlik çəkəcəksiniz sualların cavablarını axtarmaq. Və mütləq birdən 5-ə qədər sualları oxuyun. Mən hal-hazırda sizə dinləməyə qoyaraq sualların doğru cevaplarını size göstereceğim. Gelin dinleyin. Здравствуйте, Светлана Петровна. Можно войти? Здравствуйте, Руслан. Входите. У меня есть просьба. Слушаю вас. Bakın, deyir ki, у меня есть просьба. Yəni bir xahişim var və burada 5-ci sualı əgər siz oxusunuz, çox rahatlıqla tapa bilərsiniz. Deyir, какая просьба была у Руслана? Yəni hansı bir xahişi vardı Ruslanda və gəlin dinləyə ona istəyirdi. Я живу в комнате номер 205 с Джоном, но мне хотелось бы поменять комнату, потому что ночью Джон громко храпит, и я не могу спать. Хорошо, Руслан. Я переселю вас в комнату номер 318. Baxın, o nə xahiş etmişdi ondan. Burada A variantını хотел жить один, хотел жить с Джоном. Xeyr, onsuz da Johnla yaşayırdı. O istedi ki, ayrı otağa sadəcə keçməyi. Sadəcə ayrı otağa keçmək istəyir. Ona görə bizdə 5-ci sualın cavabı C variantı olur. Yəni, dinləyək. К Салару. Светлана Петровна, но Салат все время слушает громкую музыку, поэтому я не смогу готовиться к занятиям. А в какой... Bir dəqiqə birinci suala baxaq. Deyir ki, какой из данных вопросов не задал Ruslan administrator? Yəni, Ruslan vermir bu sualı. Və əgər dinləsək, elə dinləmənin əvvəlində deyir ki, какую комнату хотите переехать? Bax, bunu xanım deyirdi. Bunu Ruslan demirdi. Ona görə avtomatik olaraq dinləmədə bu cümlə səslənir. Amma Ruslan bunu demirdi. Ona görə birinci sualın cavabı bizdə C olur. Gəlin dinləyək. Комнату вы хотите переехать? Я хочу Dinlediniz bu sualı? A какую комнату хотите вы переехать? Artıq bunu xanım deyir. Ona görə avtomatik olaraq bu ona aid deyildi. Ona görə bir də C variantıdır. переехать к Саиду в комнату номер 231, потому что мы с Саидом учимся на одном факультете и будем вместе готовиться к занятиям. Кроме того, мы давно дружим. Хорошо, Руслан. Сейчас я вам дам ключ от этой комнаты. Спасибо, Светлана Петровна. Не за что. Скажите, где здесь можно постирать одежду? Baxın, burada deyir, где можно постирать одежду? Yəni, harada biz burada paltar yuya bilərik? 2-də, baxın, deyir ki, ukaçda verno türsün, doğru olanı istəyir. Mən də bir cümlələrə baxıram. Atıram, прачечная находилась. Hələ прачечная bağlı heç bir şey deyil. Ruslan жил в комнате 318. Ruslan учился на одном факультете с Salarım və s. olar ki, burada doğru cavab biz bilmək üçün gələ bir-biri qulaq asaq. Bu cümlələr artıq bəzilərini qulaq asmışıq, eşitmişik, yəni doğru cavab olar. Gəlin dinləyək, davam edək. Поднимитесь на 3-й этаж. Поверните налево. В конце коридора вы увидите комнату с надписью «Прачечная». Там Bax, burada deyir, прачечная находилась на втором этаже конце коридора. İndi dinləməni biraz əvvəl baxaq ki, bu həqiqətən də oradaydı mı? Спасибо, Светлана Петровна. не за что. Скажите, где здесь можно постирать одежду? Поднимитесь на 3-й этаж. Eşitdir, tretий этаж və davamını dinləyin. Поверните налево. В конце коридора вы увидите комнату с надписью «Прачечная». Прачечная dediyim kimi ikinci mərtəbə, üçüncü mərtəbə avtomatik olaraq bu da səhv cavabdır. Yəni mən onun doğru cavabını götürmürəm. Там naходятся стиральные машины. Спасибо. А сколько стоит использование машины? 5 рублей. Baxın, 3-də də deyir ki, hansı sualın cavabı yoxdur. Atıram 3-də də baxın. Deyir, сколько стоит использование машины? Bu var, значит, mən bunu götürmürəm. Amma deyir, burada hansı sualın cavabı yoxdur. А где можно погладить? Утюг и Dördüncü suala baxın, Ruslan deyir. A где можно pogladить? отдельную доску купите сами. Eşitdir, uçuq iqlacının dosku kupitsi saniye. Yəni özünüz alın. Ona görə avtomatik olaraq 4-də A cavabı olur. Скажите, пожалуйста, где можно поменять постельное белье? Спуститесь на 1-й этаж. С правой стороны коридора будет комната номер 5. Там канцелярша выдает белье. Но сегодня воскресенье, а белье меняют только по пятницам. 3-də baxın, yenə deyir, hansı sualın cavabı yoxdur. Yenə deyir, когда меняет bелье, onun dəyişdirməsi də deyilir 5-ci günlər. Ona görə bu sualın da cavabı burada var. Спасибо. Не за что. Светлана Петровна, почему охранник не разрешает моим друзьям из другого университета зайти ко мне в гости? Baxın, burada doğru olanı istəyir. Düzdür. Həmin cümləni eşitdik. Охранник не разрешает друзьям Руслана из другого университета зайти в гости. Yəni icazə vermir ki, yəni onlar başqa universitetə qonaq gəlmək. Bir də baxın necə deyir cümləni.
Планник не разрешает моим друзьям из другого университета зайти ко мне в гости. Руслан, сейчас только 2 часа. У нас в общежитии разрешено принимать гостей после 4 часов дня. А почему? Sonra da bakın. Когда в общежитии разрешается принимать гостей, yani icazə var, qəbul etmək. Artıq bu da sonda yəni deyilir, amma bizdə bir sualın cavabı yoxdur. Чтобы не mешать другим студентам готовиться к занятиям. Понятно. Большое спасибо. До свидания, Светлана Петровна. Beləliklə dinləmə sonuna gəldi və bütün sualların cavabını tapdıq. Sadəcə bizdə üçüncü sualın cavabı qaldı. Üçüncü də deyir ki, hansı sualın cavabı yoxdur? Dediyim kimi, niyə Ruslan otağı dəyişdirmək istəyirdi? Var idi, dinləmənin əvvəlində idi. Sonra həmin paltarı və nə vaxt dəyişdirilir, onlar da var idi. Yəni bu sualların hamısı vardı, bir dənə B variantı yoxdur. Düzdür, fakultetlə bağlı bir də sual deyildi. Dinləmənin deməyə əvvəllərində nə каком fakulteti üçdə Ruslan yazılmamışdı. Sadəcə dedik ki, bir fakültetdə, eyni fakültetdə oxuyurdular. Na одном fakulteti belə bir şey var idi orada, amma nə каком fakulteti yox idi. Ona görə avtomatik olaraq bizdə 3də B olur. Bu sual cavabı yoxdur. Beləliklə dinləmənin cavabları 1C, 2Y, 3B, 4A, 5C. Gəlin indi mətnlərə baxaq. Beləliklə 6-dan 10-a qədər bizdə mətn gəlib və biz də mətn sualların cavablarını axtarırıq. Mən hər zaman tələbələri vurğulayıram. Mətni rus dilini çox gözəl bilən tələbələr oxusunlar. Amma vaxt itkisi olmasın, əgər çətinlik çəkirsinizsə xarici dil olaraq bir dəfələ artıq sualların cavablarını axtarmağa başlayın. Gəlin baxaq 6-1-ə. Mən bu sıralamanı hər zaman deyirəm 7, 8, 9 tapın. Sonra da artıq qayıdın 6-1, 6-2, sonra da axırda sonuncu 10-cu suala baxın. Niyə belə deyirəm? Çünki dedim ki, 10-cu açıq sualdır. Doğru cavabları birin də rəqəm səhv olaraq yazsa, heç bir bal sizə verilmir. Ona görə onu son saxlayıram. 6-1, 6-2 burada 4-ün də düz yazsınız. Doğru sizə cavab gəlir. Yəni sizə 1 bal verilir əgər 3-ünü düz yazsınız. 0-dan 5 bal verilir. 2 səhv, 2 düz, heç bir bal verilmir. Buna görə mən hər zaman uşaqlara deyirəm, dediyim kimi qapalı olan sualların birinci cavabını tapın, sonra da artıq davam edin, o bu sualların cavablarını axtarın. Gəlin 6-1-ə bax. Deyir ki, в России пили чай со всевозможными изделиями. 6-1'e baxar. Doğru cavab bizdə 6-1-də olur A cavabı. Niyə A cavabı? Gəlin mətnin əvvəlində baxaq. Bu hardadır? Baxaq, burada bu var idi. Baxın, Rusiyadan başlayacaq. Это одна из ярчайших особенностей чая в России. Никогда не воспринималась как самостоятельный напиток. И baxın, и всегда приправляются не только сахаром, но и всевозможными изделиями. Сиропом, вареньем, сдобным хлебом, конфетами, limonom. Ona görə dediyim kimi bu doğru cavab bizdə olur. Ona görə 6-1 biz doğru cavab olaraq götürürük. 6-2'ye baxaq. 6-2'ye deyir ki, vanillik çay предпочитает белый сахар. Yəni ağ şəkər. Gəlin baxaq, bu doğru cavabdır yox. Bu B variantdır. Niyə B variantı? Bax, İngiltərədən söhbət gedir burada, düzdür? İngiltərədən söhbət gedir və burada baxın, deyir ki, она же автор книги «Чайные морали», в которой пишет, что на столе обязательно должно присутствовать два вида сахара, белый и коричневый. Yəni, iki növü var da şəkərin, ağ və qəhvəyi korичневый. Причем сами англичане предпочитают последний. Nə eləyir? Yəni, üstünlük verirlər sonuncuya. Sonuncu da bizdə hansıdır? Korичневый. Ona görə 6-2 bizdə səhv cavab olur. Çünki orada белый yazılmışdı. Otomatik olaraq səhv. 6-3-də deyir ki, в Китае заваривают чай, чайник из фарфора. Yəni, orada dəmlirlər. Yəni, baxayıq. Baxın, в Китае чай заваривают в чайниках из киновари. Yəni, ona görə bizdə artıq səhv olur. Çünki dediyim kimi, kinovari nədir? Kinovar belə bir şey deyilir. Yəni, qırmızı rəngli mineraldan söhbət gedir də. Ona görə burada artıq avtomatik olaraq 6-3-də bizdə B variantı gəlir. Gəldi 6-4'ə. Deyir, для проведения японской церемонии требуется много времени. Çox zamandır ayrılır. Əslində bu doğrudur. Baxın, Yaponiyada dadır. Японская чайная церемония подготавливается часами.
Yəni saatlar, məsələn, işte, hə, bu çox vaxt ona ayrılır. Tam da ona cavab yazdım, amma yəni bu artıq sırf sizin tərcüməyə bağlıdır deyə. Ona görə burada 6-4 də e, doğru cavabdır. Nəzərsə çatdırın ki, bu tipli mətn və onun sualları qəbul tipli bir mətn və onun sualları. Gəldi 7-yə. 7-də deyir ki, на какие вопросы можно найти ответ тексте? Bu suallara heç tənbəllik etməyin axtaramağa. Yəni bir ipucu olaraq sizə orada verilir. Hansı sualın cavabları mətndən tapa bilərsiniz. Bir də deyir, почему чай в Китае заваривают чайников из киновари? Ha, bayaqlar biz kinovari gördük burada. Kitay çay заваривает. Почему nə deməkdir? Niyə? Bir Kitay çay заваривает чайник из киновари. Tak, как. Mən sizə nə demişdim? Tak, как, потому что и bu. Bunlar hamısı çünki deməkdir. Hə, çünki cevabı var burada. Значит, ona görə mən biri götürürəm cavab olarak. Geldi ki, bir какой напиток считается основным в России? Yəni burada Rusiyada içki falan var, amma əsas içki yəni ümumiyyətlə deyilmir deyə. Ona görə mən ikini götürmürəm. Və dediyim kimi, siz 7-də baxın, atıram 2 burada var, 2 burada var. Bu variantları attım. Geldi üçüncü suala baxaq. Bir в какой форме распивают чай в Японии? Yəni hansı formada içilir Yaponiyada? Yaponiyada haqqıdır. Burada sonda deyildi. Baxın. Гости принимают часть благодарности, пьют из круглых квадратных пиал. Bilməmişdiniz yoxsa piyala. Yəni, dediyim kimi bu formalı qablarda çay içilir. Ona görə bu sualın da cavabı var. Avtomatik olaraq mən baxıram 7-də 1-3 olur cavab. Mən ona artıq doğru cavab olaraq götürdüm. Gəldi 8-ə. Bir определите значение выделенного текста слова. Выделенного текста слова hansıdır? Seremoniya. Dedim ki, bu seremoniya əsasən də mərasim söhbəti. Mərasim də deməkdir. Doğru cavab olaraq. Mən də baxıram burada variantlarda nədir? Культурный пласт, спонтанное проведение, установленный порядок какого-либо торжества. Yəni tam-tamına dedim ki, budur. Yəni baxın, hansı bir qayda qanunla, nə bilim, ənənəyə uyğun olaraq keçilən bir rəsmi və yaxud da hansı bir təntənəli tədbirdən söhbət gedir də. Bu da торжествоdur deyə avtomatik olaraq ona görə bizdə 8C variantı, amma burada dediyim kimi normalardan söhbət gedir, modellərdən gedir. Heç biri yəni doğru deyil. Yəni bu торжество sözə görə siz artıq bunu tapa bilərsiniz. 9-da deyir ki, какова причина почитания çaya в Angliya. Mən də bilmirəm bu sualın cavabı nədir. Bax, Angliya hardan bizdən deyirdilər. Bu mətnin harasında burada var idi Angliya. Hə, baxın, большими почитателями, bax, почитание çay, считается англичане. Привычку к чаю в этой стране связывают с именами 3 жен. Yəni, həmin bu adəti çaya bu ölkədə 3 dənə qadın adıyla yəni bağlıdır bu. Mən də baxıram, bu 9-da bununla bağlı varmı, yoxsa yox? Bakın, это связано с популярностью чая среди королев. Biraz düzdür, doğru, çətin bir sualdır, amma yenə də bax, koroleva həmin qadınlarla bağlı və sonra da artıq onlardan söhbət gedir. Bax, burada Karlovlar o demək, burada nə bilim, kitabdan söhbət gedir. Yəni, biraz məntiqsizdir bu. Sonra baxın, burada həmin qadınlardan deyilir. Katarina, nə bilim, Anna və ona görə dediyim kimi Victoria avtomatik olaraq doğru cavab bu koroleva, kraliçanla bağlı idi, 9-dur. Onda deyir ki, bizdə какие из ниже перечисленных утверждений являются верными, yəni doğru olanlar istəyir. Bu da biraz çətin suallar sayılır bu mətnə görə. Чаепитие в России объединяет традиции многих народов. Bax, hələ ən birinci cümlə budur. Начало 20 века в России самобытные традиции, которые объединяли все существующие на Востоке и Западе виды чаепития. Bax, əsasən dedim ki, cavab yəni buradan yəni başlayır. Ona görə doğru cavab olaraq götürə bilərəm. 2-də deyir, çay polezный напиток, tələşi жажду. Bu ola bilər belə bir şeydir, amma mətnin içində nə qədər axtarsa, yəni bununla bağlı yoxdur. Bununla bağlı yəni hiçbir şey yoxdur. Gümrahlık deyil və s. yoxdur. 3-də deyir, народов Запада и Востока чаепитие это сложившаяся церемония. Bayaqdan baxın, seremoniya falan, yəni bunlar hamısı deyirlər. Həm Zabud, həm Vostok, yəni həm şərq, həm qərbdən, düzdür, mətndə elə bunlardan hamısı ümumi gedir. Elə bu ümumən artıq ona görə biz götürürük, yəni cavab olaraq. Ona görə mən 3-ü də götürə bilirəm. Elə avtomatik olur, burada 1-3 doğru olan cavablardır. Amma atıram, bax, 4-də baxın, deyir, Yaponiya çay podает, bilmirsə atıram, burada sualın cavabı. Deyir, çay podает много сладостей. Сладость nə demək? Şirniyyat verilir. Baxın, Yaponiyada burada vardı şirniyyat. Все сидят, к чаю ничего не подать. Yəni heç nə verilmir. Ona görə mən atıram, bax, 4-də 2 seçə bilmərəm. В России чай пьют с различными добавками. Çay içilir, amma добавкаlarla deyirlər, yəni əlavələrlə falan. Sirop, varenье, сдобный хлеб, конфет, izləyirəm razıyım da. Ona görə bunu da yəni mən doğru cavab olaraq götürmürəm. Artıq bu 2 dənəsi yəni mən atıram da, yəni onları heç birini götürmürəm. Belə atı-atı siz artıq bunu tapa bilərsiniz.
Gəldi növbəti mətnə 11-dən 15-ə qədər. Yenə qəbul tipli bir mətindir. Biraz çətin ola bilir, amma yəni tənbəllik etməsiz tapa bilərsiniz. 11.1-də deyir bizdə часто употребление кофе вредит здоровью. Yəni tez-tez onun istifadəsi insanın sağlamlığına zərərlidir. İndi elə belə də baxsaq, heç mətni oxumasaq, yəni biz bunu çox rahatlıqla tapa bilərdik. Yəni bu həqiqətən də elədir ki, yəni bu tez-tez istifadəsi insan şeyinə zərərlidir. Sadəcə gəlin baxaq mətndə. Bu varmı, yoxsa yox? Baxın, расписание не только приятно, полезное занятие, весари и лахи. Burada da однако чрезмерное употребление, yəni lakin həddən artıq çox istifadə edirsiniz, zərər verə bilər. Ona görə 11.1 bizdə A doğru cavabdır. 11.2 deyir ki, кофе улучшает работу сердечно-сосудистой системы. Yəni ürəklə bağlı deyil, ürək-damar sistemini yaxşılaşdırır. Gəlin baxaq, burada nəsə var da, baxın, он ускоряет реакцию, улучшает работу головного mozqa, amma serдце ilə bağlı hiçbir şey yoxdur. Beyinlə bağlıdır, baş ağrılardan bağlıdır, asmada, bronkitdən. Ona görə bizdə 11.2 səhv cavab deyil, yoxdur belə bir şey. Axtarsız tapa bilməz. 11.3-də deyir ki, кофе neyinir burada 11.3-də? Кофе повышает уровень глюкозы в крови. Yəni yüksəldir. Mən də baxım burada buxar da var idi. Deməli, böyle. Bura baxın, в ходе исследования выяснилось, что кофе увеличивает сахар в крови. Сахар, глюкоза это одно и то же. Sinonim sadece önemli sahar, glukoz. Ona göre burada dediğim gibi 11.3 olarak doğru cevap getirilir. 11.4'da deyir ki, İtalyan употребляют кофе более 6 раз в день. Yəni ki, İtalyalılar 6 dəfədən çox gündə istifadə edirlər kofe. Bilmirəm, bu ola bilər də, ola bilmir, amma yəni o qədər də, yəni burada yazın, baxın. Показалось, что İtalya çempion İtalya deyildilər. Amma yəni heç İtalya çempion deyil istifadə etmək kofedən. Ona görə bu, baxın, İtalyan покупает 6 кофе в год. В года bir ildə ya 6 dəfə. Amma bu Fin целых 9. Ona görə də artıq mən onu da gündəlik olaraq, yəni bu hafta, yəni yoxdur 6 dəfə günərsə, ona görə 11.4-də səhv cavabdır. Gəldi 12. Biraz bu da dediyim kimi çətin bir suallardan biri ola bilər, amma yenə də baxaq. Bir когда по мнению врачей следует употреблять кофе. Yəni həkimlərin fikri üçün nə vaxt kofe içməlisiniz? Əgər siz ümumiyyətlə material, informasiyalar, məqalələr oxuyursunuzsa, bilərsiniz ki, yəni səhər olmaz kofe içməyə. Yəni səhər yeməyini etməlisən və yəni ac qarnına qəti şəkildə olmaz. Atıram, baxın, burada utrumda taşıyaq ac qarnına, neysə, yuxudan nə bilim öncə, yəni adam insanın yuxusu var. Adətdən sonra belə bir şey yox. Yerdə ucunu. Gəlin baxaq, bu harada yazmışdır, baxın. Ученые выявили заявили опасность, bax, təhlükə natashak utrам. Yəni, bu artıq yəni, doğru olmaz. Gəlin, baxın, burada bir abzası var, 6-cı abzası baxın. В то время автор эксперимента отмечает, что полностью отказ от кофе не стоит. Yəni, lazım deyil də səhər kofesindən imtina etmək. Amma plotno позавтракать, yəni sən çox yaxşı səhər yeməyini etməlisən ki, sonra kofeni içməlisən. Ona görə artıq после завтрака olar. Belə məsləhət görürlər. Həkimlər ki, belə etmək lazım. Ona görə 11-12-də bizdə bu cavab. 13-də deyir ki, какую цель преследовали ученые из Великобритании, проводившие эксперимент. Mən də baxıram, alimlər Velikobritaniya'dan hardaydı. Baxın, dediyim kimi çox çətindir. Tərcüməni bilən uşaqlar üçün çox rahatdır. Tərcüməni bilməyən tərəflə, baxın, ученые из Великобритании tapdınız. Burada da buydu. Ученые из Великобритании eksperiment. İndi baxın. Buradan aşağı artıq baxırsınız. Mən burada görürəm Natasha Posuzavtrika. Var burada bir şey? Yoxdur. Перечень болезней, bu cümlənin içində var, перечень болезней. Xeyr, yəni yoxdur da, tapa bilmirəm. Nə bilim, вредные свойства напитка, burada var вредные свойства напитка, yəni də yoxdur. Доказать положительное влияние, составить перечень болезней, xəstəliklərin, müsbət şeyi varmı burada? Yoxdur. Amma baxın, kontrol за уровнем сахара в крови var. Mən də baxıram, baxın, burada var. За уровнем сахара в крови. Yəni, bir kontrol, yəni nəzarət altında kimi də, yəni bax qalmalıdır. Amma bu da prosesi ilə müşahidə etməkdir, yəni həmin o səviyyəni, şəkərin bandı və budur. Birisi, yəni tam damla cavab yazılmır. Amma yəni həmin cümləni tənbəl eləmişsə, axtarsa, yəni ona uyğun cümlə bir dənə odur. Ona görə avtomatik olur, 13 də bizdə Y cavabı olur. Gəlir 14. Deyir ki, hansı variant, какой точный график придет содержание третьего абзаца. Yəni, 3-cü abzasın, yəni çox qısa, tamam, yəni mənası verir. Mən də baxın, 3-cü abzası nədir bizə? Однако чрезмерное употребление этого напитка может нанести вред человеческому организму.
Чтобы извлечь все полезные свойства кофе, нужно знать, как он влияет на наш организм. Ученые из Великобритании заявили об опасности употребления кофе натощак по утрам, поскольку это может привести к нарушению контроля за уровнем сахара. Ömür bunu oxusa, yəni bunu zərərli söhbətlərindən gedir və həqiqətən çox təhlükəlidir səhər ac qarnına bunu. Çünki insanın deyirəm də qanında şəkəri qalxa bilər və həddən artıq onun istifadəsi yenə insan o şeydə müsbət təsir göstərməyə bilər vesaire ki. Amma yəni müsbət bir şeylər də ola bilər. Və burada ada baxın, deyir ki, положительный эффект кофе на здоровье человека зависит от времени его употребления. Ümumən, yəni nə deyə bilərəm? Baxın, B-də deyir ki, уровень сахара в крови зависит от употребления кофе. Кофе может привести к нарушению обмена веществ. Кофе абсолютно безвреден, yəni təhlükəsi heç olmaz. Много полезных свойств для человека кофе faydalıdır. Amma ada baxın, müsbət bir təsir sadəcə onun zamanından asılıdır, zamanından, yəni nə vaxt içərim. Amma bunu şey eləmək üçün, baxın, bilməlidirlər ki, səhər çağı olmaz, nə bilim, bunu olmaz. Yəni ki, zamanla bağlı burada yazılıb deyə. Ona görə 3-cü abzası doğru olaraq A var variantı götürmüş. Çünki zamanla bağlı, dediyim kimi, səhər çağı sadəcə zamanı doğru bilmək lazım. Səhər ac qarnına olmaz istifadə etmək. Ona görə 14-də bizdə A cavab doğru olur. 15-də yenə də deyir ki, hansı doğru cümlələr diğer olaraq. Mən də baxıram, yəni nə seçə bilərəm 15-də doğru cavab olaraq. Gəlin baxaq bir-bir. Deyir, çempionun по употреблению кофе является Италия. Deyir, çempion İtalya'dır. Xeyr, cümlənin əvvəlində bayaqlarda oxuduq. Yazıb ki, недавно СП показал, что вовсе не Италия çempion. Не Италия, yəni İtaliya deyil. Niyə deyil deməkdir? Нет, yoxdur da, niyə deyil? Telefonuna gibi biri mən götürməm, attım onu o tərəfə. Gəldim ikinci suala baxdım. 2-də deyir ki, bizdə приготовление вкусного кофе большую роль играет вода. Bəli, bununla bağlı vardı, bayaqda görmüşdüm. Hardaydı? Deyir ki, su da yəni böyük rol oynayır da orada. Mən də baxaq hələ burada su ilə bağlı hardaydı bu? 95%. Hə, burada da baxın, важный роль в заваривании кофе играет вода. Ha, bu var. Ona görə mən o cavabı artıq götürürəm. Bəli, заварив 2-ni götürürəm. Deyir, употреблять кофе нужно после плотного завтрака. Burada səhv etmirəmsə var idi. Где-то было после plotного завтрака. Yəni tam geçən, yəni səhər yemini yedik. Sonra artıq mən həmin onu götürüb istifadə edirəm. Baxın. Так что baxırıq burada bayaqları mən bunu görmüşdüm. Hardaydı bu? После plotного завтрака мы его может быть. Burada bu yox idi. Gəlin bura baxaq. Напиток давай только спустя Baxın, burada da hətta deyir ki, yəni səhər oyanan kimi bir də təklif elədilər şirin kofe içmə. O Ruslan dedi ki, çorlu kofe içmə. Hə, burada onun için analiz vardı. Hardaydı. Hə, bura bax, 6-cı abzatı. В это время автор эксперимент полностью отказывается от не стоит. Lazım deyil səhər kofesine tam imkanlı. Но перед его употреблением следует плотно позарdı. Yəni çox qəşəng səhər yeməyi etməlisiniz, sonra kofe içməlisiniz. Ona görə mən 3-cü sualda cavab doğru olaraq götürürüm. 4 də burada deyil. Nə qədər çox şəkər olsun kofe, o qədər dadlıdır və faydalıdır. Xeyr, burada var belə bir şey. Amma deyir ki, nə təbii olanda o da yəni xeyirlidir, dadlıdır və s. Baxın, nastoящий kofe, вкусный kofe, əsl kofe, orada artıq şəkər miktarı yoxdur. Yəni sonra deyir ki, dərqo kofe şiddət olsun, yəni bahalı kofe həmişə dadlı faydalıdır. Buna da baxlı yoxdur. Ona görə 15-də doğru olanaq bizdə 2-3 cavab olur. Belə, mətnlərlə bağlı qutardı, gəldi açıq suallara baxaq. 16-cı sual dialoqdur. Mən hər zaman sualları vurğulayıram. Qəbulda ya sizə dialoq şəklində düşə bilər bir sual və yaxud da bir mətn şəklində düşə bilər. Əvvəlki illərdə hər ikisi düşə bilirdi. Və deyir ki, дополнительный диалог. Deyir, вы обратились по поводу работы торговым представителем. Yəni sadəcə onu sual verdi. Siz müraciət etmişdiniz, bu işlə bağlı. Mən də doğru olaraq nə seçə bilərəm? Da, вот maya rezüme. Artıq öz rezümesini o göstərir. Ona görə mən bütün variantları atıram. Yalnız qalır A, B, D. Sonra deyir ki, ваш опыт работы составляет год, не так mi? Yəni sizin iş təcrübəniz birilmi, elə deyilmi? O da ondan 2-dən sonra nədir? Bəli. Yəni nəsə bəli ya da xeyr deməlidir. Bizdə də yalnız 4-də vardı. Da, tak yes. Avtomatik olaraq bütün variantına gedir. B ilə D qalır. Hə, 4-dən sonra 1, 4-dən sonra 3. Yəni gəlin baxaq. Deyir, почему вы оставили предыдущее место работы? Yəni niyə saxlamısınız, tərk etmişsiniz bundan qabaq öncəki iş yerinizi? Mən də baxıram. Birdə nə deyir? Birdə deyir ki, я хотел устроиться на работу моей специальности. Yəni mən öz ixtisasımla bağlı işə qəbul olmaq istəyirdim. Amma bu D-də deyir ki, 3. Budur благодарен. Yəni təşəkkür edəcəm. До свидания bir dəfə до свидания deyə bilməm ki. Ona görə avtomatik olaraq B cavabları daha doğru olur və 3-də до свидания deyil. Əvvəldən tapabilirsiniz, sonra baxın. Ona görə 16-da bizdə B cavabı olur.
Gəldi 17-yə. Выберите подходящие слова. Uyğun olan sözləri tapmaq. Deyir, никогда не отказывайся от малого в работе. Heç vaxt. Из малого строится великое. Bilmirim hansı sözləri seçir. Mən hər zaman uşaqları vurğulam və yenə də deyirəm. Так как, ибо, потому что bunlar sinonim bağlacılardır. Yəni çünki olaraq tərcümə olunur. Ona görə mən də burada 2-3 doğru cavabı doğru. Çünki işte o üçün deməkdir. Который hansı ki, yəni bir-birinə uyğun olmuyor. Amma əgər eyni istəyirsiniz, ikisini də istifadə edə bilərik. Deyir, heç vaxt yəni balaca bir şeydə işdən yəni imtina eləmək. Çünki balaca bir şeydən böyük bir şey biz artıq yaradırıq. Gəldi 18-ci. Прямое значение nə deməkdir? Həqiqi mənada olan sözlərdən söhbət gedir. Şusтрые огоньки, золотые украшения, стальные нервы, средние подвески. Nə deməkdir? Mən bu işıqlardan söhbət gedir. İşıqlardan söhbət gedir. Şusтрые огоньки. Ona görə mən çevik şeydən deyə bilmərəm. Ona görə bir qəti şəkildə olmaz. B-ni də atıram, D-ni də atıram. Zolotые украшения bu əşyalardan söhbət gedir, zinət əşyalardan. Bu tam həqiqi mənada ikini götürə bilərəm. Стальные нервы nə deməkdir? Nervi bizim sinirlərimizə söhbət gedir. Qəti şəkildə olmaz. Artıq o söz eşitdim, yəni bu həqiqi mənada heç ola bilməz. Mən üçləri də atıram. Sredni podveski asılqanlardan söhbət gedir, gümüşü. Bu tam nə ola bilər? Muskulda əzəllərdir. Dəmir əzəllər mən deyə bilmərəm, bu məcazi mənadadır. Avtomatik olaraq bizdə 2 ilə 4 doğru cavab olur. Ona görə 18-də C variantı doğru cavabdır. Gəldi 19-a. Önlükləri, bağlacı, yəni doğru olaraq əlavə etmək. Baxın, sonu streçit, məkdir. Mən həmişə nə demişdim? Ştob olaraq bağlacı seçə bilərəm. Ksoncu, U, U ilə K, P önlükləri çox vaxt özündən qabaq istəyir. Dedim ki, bu variantları atırıq. Artıq bunlardan Y variantı bizim üçün ikinci olur. Vostok da şərq deməkdir. Na vostok olur. Avtomatik olaraq Y variantı doğru söz variant olaraq seçilir. 20-də betsini və bedni var. Mən sizə demişdim, bednin yazıq, kasıb, yəni insanla bağlı sözləri biz istifadə edə bilərik. Amma betsini təbii fəaliyyətdir. Положение-də vəziyyət deməkdir. Birlə mən istifadə edə bilərəm. Amma ucun şam yeməyidir də, 3-dür də. Mən nə edirəm? Bax, yeni atıram. Yəni qəti şəkildə eləyə bilmərəm. Человек də demərəm də, çünki sizə dedim də bayaqları. Mən artıq bu 3 dənəsini atırım, qalır bunlardan biri. Sonra qalır nə? Periodu təbiətdir. Təbii fəaliyyət təbiətdən söhbət gedə bilməz, deyə bilmərəm. Ona görə avtomatik olaraq sostoyeniya, durum, vəziyyət. Birinin altı doğru cavab olur. Beləliklə sualların cavabları. Bunlar da S2 sualdır. İstədiyi sualları cavabları tapıb 150-200 arasında limit olaraq yazırsınız. Bir sosial şəbəkələri necə düşünürsünüz? İndiki zamanda çox vacibdir, yoxsa yox. Həyatınızı faktlar gətirərək öz cavabınızı verin. Və ikincisi, bir insanlar həyatın çox vaxtını istəyirlər tək halda keçirmək. Düzü başqaları üçün, yəni fərqli olaraq, ola çox zaman dostlarla keçirmək istəyir. Siz də artıq öz fikirlərinizi bununla bağlı deyirsiniz. Mən həmişə uşaqlara deyirəm, bu sual da sizin üçün bir cümlədir. Я думаю, что да, одни люди предпочитают проводить большую часть своего времени в одиночестве. A другие, da, любят проводить больше часть времени. Baxın, bu sual da biz öpücü olaraq deyə bilərik. Artıq mən bunu istifadə edin, içində bizim bir sözümüz var həmin cümlədə. Və sonra da artıq əlavə edərək siz öz fikirlərinizi bildirə bilərsiniz. Belə.